Yenə gəlsinlər. Tak, deməli 1-2 nəfər də gəlsin. 1-2 izah verəcəm. Sen şimdi şeylerde ekrana getirmek biraz azaltacağım. Gözdeydi. Tak 3. Biraz daha adam artsın. Başlayalım. Böyle kolun bir sesini işleyelim. Bu şəkildə istifadə elədiyim karandaşlardan biraz deyim. Deməli, hansıları istifadə edirəm. Qurulmasını deməli, Faber-Castell HP ilə qurmuşam. Tonlamada artıq mən Faber-Castelli yox, Marsimoqrafı istifadə edirəm. Bəzən olur Faber-Castelli istifadə edirəm, çünki Faber-Castell bir tık daha yaxşı yayılır ilk ton üçün. İstifadə edədiyim vərəq elədir ki, yayılmada biraz problemləri olur, biraz çətin yayılır. Bir neçə qat getmək lazımdır. Çünki vərəq akvarel vərəq olduğu üçün vərəqin məsamələri biraz çoxdur, biraz aralıdır gözəməkləri, belə deyək. Deməli, əlimdə hansı karandaşlar var? Adi Marsimoqraf, daha sonra Stadler Marsimoqraf Black 7B. Ümumiyyətlə bunun ümumi naborudur məndə. Çox keyfiyyətli karandaşlardır. Sonra ləvazimatlardan biriniz danışaq işləyəcəyim var. Hə, təbii. Sonra burada var bizdə makyaj fırçaları yaymaq üçün, kamera bu yanda. Makyaj fırçaları da yaymaq üçün çox qəşəng yayır bunlar. Bunların nə çox yumşaq, nə də çox sərt olanlarını alın. Yəni bunlar idealdır. Harası neçədən? 1 2 3 4 5 dənədir məndə. Sonra burada var Creto Color'un bir dəqiqə. Oranın adı neydi? Tamam. Hə. Fine Art grafit karandaşı var. Bu da çox keyfiyyətlidir. Sonra bunun color line olanı var. Üstü qara olur onların. Onlar da çox keyfiyyətli olur. Yaxşı karandaşlardır. Faber-Castell'in belə pasteli var. Balaca qalıb. Sonra ağ Faber-Castell var. Çox az istifadə edəcəm bu arada ağdan bu işdə. Ümumiyyətcə qara qələm işlərində ağ karandaşdan çox az istifadə edirəm. Çünki istər ağ karandaş olsun, istər ağ qələmlə olsun, istər akrillə filan bəzən ağardırlar işin müəyyən hissələrini. Buna ehtiyac yoxdur. İşdə sünilik yaranır. Siz həmin effekti elektron pozanla belə verə bilərsiniz. Çox qəşəng pozmaq olur. Art canvasdan ala bilərsiniz belə vazimatların hər birini. Karandaşların orijinalları da həm art canvasda satılır, həm ecazda satılır. Ecazın sahil filanında daha çox idi. Sonra Faber-Castell Antares mağazasında var. Daha sonra burada var sıxışdırılmış kağız. Bunlar da bir çox iş görür. Əsas da arxa fonu işləyəndə blur effektini vermək üçün çox iş görür. Ecaz mağazası var Şəbnəm xanım. Daha sonra Antares var. Ecazın Antares'in filialları var Nərmanovda. Bir də Ecazın o biri filialı sahildədir. Sahil filialında bir tık çeşid daha çoxdur. İkisinə də baxarsın ümumiyyətcə, orijinal satırlar. Bir də tək-tək satılır orijinalları Canvasda, Art Canvas. Instagramdan baxa bilərsiniz, o da 28 mayda yerləşir. Canvas Art Center'da. Canvas Art Center'da yerləşir. Daha sonra elektron pozanı dedim, bunu da Canvasdan ala bilərsiniz, bu da çox keyfiyyətlidir. Daha sonra deməli nə var burada başqa ləvazimat? Şkurka heç. Heç işləməyə başlayaq. Diqqət eləməli olduğumuz müəyyən nüanslar var. Bunlar nələrdir? Deyək ki, bir var açıq karandaşın üzərindən tündən gedəsən, bir də var tünd karandaşın üzərindən açıqla gedəsən. Burada problem nədə olur? Tünd karandaşın üstündən açıqla tündləşdirəndə deyəndə effekt verəndə, məsəl üçün deyək, tünd bir bölgədir. Mən bunun üstündən artıq, məsəl üçün, bu üz hissəsini işləmişəm. Bunun üz hissəsini işlədiyim hissədə nəsə bir nəsə bir tekstura eləmək istəsəm, onu mən pozanla eləməli olacam.
Karandaşla eləmək olmayacaq. Nəyə görə? Açıq karandaşla eləmək olmayacaq. Çünki artıq parıldama verir və bizim istəmədiyimiz bir görüntü yaranır burada. Parıldama olanda şəkildə. Sonra məsəl üçün deyə buranı tonlamışıq 7B ilə. Bu da bir neçə dəfə keçirəm üzərindən. Black olan 7B-dir, Marsumografım. Bir neçə dəfə keçirik üstündən. Bir dəfə keçməklə olmur. Çünki dediyim kimi, vərəqdə gördüyünüz kimi bu boşluqlar qalıb vərəqin bu hissəsində nöqtə-nöqtə görünür. Bunlar problemdir. Çox sağ olun nəzərin, təşəkkürlər. Bunlar problemdir. Bunların bir neçə dəfə keçmək lazımdır ki, karandaşın üstündən. Bunun içi tam dolsun. Bu boşluqların içi tam dolsun və daha yaxşı yayılsın. Bir neçə dəfə keçib bunu bir dəfə yayırıq birinci. Bunu qəşəngcə yayırıq. Kiçik fırça ilə daha tül yaymaq olur. Böyük fırça ilə biraz daha açıq hissələri yayarsınız. Bu hissəni yaydıq. Vərəqi dediyim vərəq nədir? Vərəq SMLT 300 qramajdır, akvarelli. Qara qələmdə bundan daha çox istifadə edirəm, əsasda belə böyük işlər işləyəndə. Amma akvarel vərəqi də pis deyil, prosta müəyyən bir yerə çatandan sonra artıq akvarel vərəqi bəs eləməməyə başlayır, adi akvarel batmanı. Nəyə görə? Çünki üstündə istədiyim kimi, teksturası istədiyim kimi deyil deyə yaxşı yayılmır, keyfiyyətsiz yayılır bir sözlə. Çox sağ ol. İstədiyim kimi yayılmır, keyfiyyətli olmur. Məsələn, Walter White'ın şəklində bu arada mənim canlının keyfiyyəti necə görünür? Ümid edirəm ki, bulanıq deyil, keyfiyyətlidir. İnternet o qədər zəif deyil çünki. Məsələn, burada bəzi detallar var ki, tam istədiyim kimi yayılmır və yaxud fikir verin parıldamaya. Vərəqdən də çox şey asılıdır, nə qədər düzgün işləsən də. Düzdür, burada sınaq üçün işləmişdim bunu. Çox sağ olun. Sınaq üçün işləmişdim bunu. Bəzi problemlər var hələ də. Onsuz bunu davam eləməyəcəm. Məsələn, burada yayılmasını biraz da yaxşı eləmək olardı. Çox sağ olun. Sonra deməli, keçirik yenidən bu hissəni tündləşdirməyə. Bunun qol hissəsini köynəyini eləyirik. Bir də karandaşlar nə qədər tünd olsa da, açıq olsa da, çalışın ki, hər karandaşı öz belə deyək, tütdüyündə vərəqə sıxın. Yəni, çox belə bərk basıb işləməyə ehtiyac yoxdur. Çünki parıldama verir istər-istəməz. Çox, belə deyək də, mat karandaş olsa belə istər-istəməz müəyyən qədər nəsə bir parıldaması olur. Yəni, bu bir neçə qat yayılır, yəni bir qat elədim, bitdi, yox. Başqa bir metod da var bunun üçün. Burada karandaşın tozu var. Nərbikinin içinə biraz şkurka vasitəsi ilə eləmişəm, belə deyək. Və deyək ki, tünd hissədir də. Bunu bir də 10 saat karandaşla doldurmaq istəmirsiniz içini. Rahat götürürsünüz. Buradakindən. Həmin karandaşın tozundan baradır. Hazırdır. 2 dəqiqəyə hazır olur həmin hissə. Həmin effekt çox qəşəng yaranır burada, lazım olan kimi. Və vərəqin içindəki məsamələr də tam dolmuş olur. Uşaqlar, bir də 9 nəfər izləyir, hamımızdan bir dənə kiçik bir xahişim var. Səhifədə olan dərs videosu atmışam. Onu, ondan öncəki videonu zəhmət olmasa story bizə atarsınız. Daha çox adam faydalansın. Pozanla da kənarını rahatı düzəltmək olur. Tünd karandaş olsa belə. Niyə görə? Çünki karandaşı vərəqə çox sıxmamışam və vərəqin üstü, vərəqin səthi zədələnməyib. Çox sağ olun, Nihat. Təşəkkürlər. Hər vaxtınız xeyir. Deməli, buranı işlədik. Burada arxa fonu görürsünüz. Onu story atmışdım. Həmin hissədəki bu əllər olan yerdəki arxa fonu da bu bayaq göstərdiyim kimi karandaşın tozuna istifadə eləyərək eləmişəm. 2 dəqiqəyə düzəlir həmin şey. Çox adam soruşur ki, arxa fonu necə eləyim, necə arxa fonu düzəltmək olar, tonlamaq olar. Əvvəl bir metod vardı.
Ondan da elədiyim olub, amma onda biraz problem olurdu. Çünki o həddən artıq mat eləyirdi şəkli və buradakı qara ilə həmin arxa fonun qarası çox seçilirdi. Elə bil ki, boya ilə işlənmiş kimi idi. O metod necə idi? Yağla qrafitin tozu qarışdırılırdı həmin metodda və nədir adı, kağızın üzərinə çəkilirdi bir parça vasitəsilə. Fırça yox bu arada, parça vasitəsilə, fırçadan iz qalır. Parça vasitəsilə çəkilirdi. Orada prosta izlər qalır yenə də müəyyən qədər və dediyim kimi rəng dəhşət çox tünd olur deyə mat olur. Bu problem yaradır biraz görüntüdə. Ümumi görüntünü pozur. Ona görə elə karandaşın tozu vasitəsilə bunu yaymaq olar. O qrafik tozları satılır hazır. Art Canvas Center'da var. Canvas Art Center'da. Oradan götürə bilərsiniz. Onun tozu ilə də ümumi yaymaq olar. Arxa fonu. Çox sağ olun Şəbnəm xanım. Deməli, videoda danışıram deyə, həm də burada kompüterin ekranından baxıram deyə birbaşa yan-bayan deyil görüntü. Bütün hissələri burada rahat işləyə bilməyəcəm, göstərə bilməyəcəm. İndi buradakı qabı biraz işləyək. Biraz çəkək bu yana. Bircə sizin... Siz haradasa bir il olar ki, hazırlığa gəlmək istəyirsiniz, hələ də gəlib çıxanməmişsiniz öz aramızda. Elə o vaxtdan deyirsiniz, gələcəm, gəlib çıxanmırsınız hazırlığa. Keçirik qaba. Qab çox qəşəng bir mis qabıdır. Ekranda göstərim. Şəklin bu arada orijinalını full göstərməmişəm mən sizə deyəsən heç kimi. Bu şəkildən bir görüntüdür, bir hissəsidir. Bircə dəqiqə. Şəkil gedir. Bu şəklin bir hissəsidir və ümumi şəkil budur. Özüm biraz çətin bir şey seçdim ki, təkrar olunmasın. Belə. Keçən indi bu qabı biraz izah eləyim. Həvəsiniz varsa baxın, yoxsa da çıxa bilərsiniz. Mən problem yoxdur. İlqarın da işini göstərin. Bu arada adam burada işləyir. Yorulmayasan İlqar. İşıq salaq. Çox oldu. Əfsanə yer ha. Bu arada İlqar müəllim də dərs keçir. Gəlib dərslərə qatıla bilərsiniz, yağlı boya dərslərinə. Əla. Dayanmaq yoxdur, yəni bizdə fərqi yoxdur. Bu iş, nə bilim, buradan pul çıxacaq, çıxmayacaq. Əsas bizə nədir? Əl qabiliyyətimizi artıraq. Bəli, əlbəttə. Sizin əlinizin üstünüz əladır. Çox sağ olun. Bu da İlqarın işi, bu da boyaların qarışımı. Boyaların qarışımından bağlı bir video çəkmişəm. Bayaq çəkdi, İlqar müəllim qarışdırdı rəngləri. Qəşəng bir videodur, üz tonuydu. İnşallah tam versiyonda paylaşacağıq. Onu paylaşacağıq. Hər ikisini bir eyni vaxtda paylaşacağıq. Deyəcəkdim, şəpilərin düşdü ayaqqabıymış. Belə. Canlı kim var? Tak. Yağlı boya da yaxşıdır, gəlirəm inşallah. 2 il orada ya. İnşallah biz xaricdə olmasa gələrsiniz. İnşallah. Burada başqa işlər də. Bu arada prop üçün işlədiyim işləri göstərib. Bu şəklin tarixçəsi var. Bu şəkli Elbrus müəllim işləyib. Bu da kursumuzda işləyir. Sonra bu işi mən işləmişəm o vaxtı. Hardasa bir 3 il olar yəqin ki, 4 il bəlkə də. Polad Əşimovun rəsmini çəkəcəkdim, vərəq axtardım. Dedim, hansı vərəqdə işləyim? Adi vatmanları var. 70-60 neçə idi olar? Nəsə ən ucuz. Yox, ən ucuz. 80 qoznak olmalı. Nəsə o vatmanda işləmişəm. Sonra bu SMLT-dir. Həmin işi işlədiyim şəkildir. İnci sən heç də sən ümumiyyətcə gələ bilmirsən. Səndə də nəsə iş çıxır hər dəfə. İşığı bir dəfəyə çevirdim. Bu iş də SMLT-də işlənir. Burada da yazmışam hansı karandaşlar bu vərəqdə hansı tonları verib. Sonra bu arada SMLT-nin tonunu çox sevirəm. Çox qəşəng tonu var vərəqin. Sonra belə prop işlərim var. Bu yarım saat işlədiyim iş idi. 5 dəqiqəyə çəkilib yalandan yazmağa ehtiyac yoxdur. 5 dəqiqə işləməmişəm. Yarım saat işləyib bu arada. Bu var. Belə eskizlər var. 100%. Bu tələbəmin işidir. Tələbələr də yaradır. Sonra universitet vaxtı qrafik işlərdən. İnşallah gözləyəcəyik. Bu ən sevdiyim
nədir adı? İşlərdəndir. Eskizidir işlərdən. Bu işi işləmişdim. Cəmin müəllim, Allah rəhmət eləsin. Universitetin hardasa 2-ci kursuydu. O vaxt demişdi səndən böyük rəssam olacaq. İşə baxdı və mən nəyə görə düşündüm o sözü deyib? Şey məsələsinə görə. Çünki adamın işlədiyi işdən biraz şeylərə uğramışdım. Rəssamlıqda da müəyyən şeylərə uğramaq lazımdır. Sənə nəsə öyrədən insandan. Yəni başqa cür nəsə öyrənmək olmur çünki. Söhbət qabiliyyətdən gedir ha. Sonra bu var. Printer. Printer. Sonra bu iş var. Bu kitab illüstrasiyası printer etsə. Mənim Einsteinim buradadır sonra. Parıldayır. Və ən sevdiyim işlərimdən biri. Bu iki vərəqdə SMLT-dir. SMLT-də işləmişəm. Arxa fon demək olar karandaş dəyməyib, ancaq karandaşın tozudur. Ən əsas da bu hissəsi. Sonra bu hissələrdə şəkildə amma yanlışlıqlar var, problemlər var. Məsələn, xəttləri görünür. İndi işləyəndə həmin problemlər olmur. O vaxtki təcrübəmdən istər-istəməz problemlər yaranırdı. Burada bir dənə köhnə işlərimdən var. Bu da Sigmund Freud. Sat çox vaxt alan şeydir. Yaxşı çıxar. Onsuz yekunlaşdıracağım, sonra davam eləyərik. Çox sağ olun Şəbnəm xanım, var olasınız. Yalıb ya, çox əfsanədir. Bu arxa fonda saç, arxa fonda nədir? Yazmışsın, saçı çətinlik çəkirəm. Bu saçı bəyənmirdim bir ara. Sonra baxdım, bəzi detalları cidden yaxşı işləmişəm. Amma hələ də biraz saçda problemlər var bu şəkildə. Saçı işləmək çox çətindir, asan bir şey deyil. Amma bir o qədər də asandır. Niyə görə? Çünki məsəl üçün saçlarınızı danışıram. Yazmayan qələmlə deyə getdiyi bu hissələrdə, məsələn bu hissədə eləmişəm onu. Ondan sonra üstündən tonladın, üstündən pozanla pozun, eyni effekt alınır müəyyən qədər. Amma üstündən biraz da yenə detallamaq lazımdır. Bu biraz şeydə vaxt çox alır bir sözlə. Bu da vaxt çox aldığına görə hamının həvəsi, səbri çatmır saçı işləməyə. Məsələn burada da var. Saçdakı o ağla saxlamışam yazmayan qələmlə. Baxın. İnşallah Şəbnəm xanım, inşallah. Mütləq gözləyəcəyik. Bu universitet vaxtından işləyib bu arada. Bunu linogravür üsulunda, linoleum üzərində işləmişdim. Linogravür gedir. Düzdür, deyənmədim. Dil dolaşdı. Bu tələbənin işidir. Universitetə hazırlaşır. İndi bir aylıq fasilə verib yenidən qayıdacaq. Qrafika hazırlaşdırıram. Bu cür iş işləyib. Dizayn hazırlaşmaq istəyirdi. Mən də dedim, yox, qrafika hazırlaş. Sonra, yəni istedadımız çoxdursa, bunu ancaq dizayn falan, okey, əgər bu arzumuzsa ayrı məsələ, amma daha çox dəyərləndirə biləcəyimiz şeylər var. 100%. Bilqarsa. Bunlar var, yağlı boya işdə. Qrafika işləri, bunlar Elbrus'un işləridir. Həmkarım. Belə. Başqa nə iş var burada? Başqa heç nə. Bu işi göstərdik. Yaxından biraz da göstərim. Hələ ki əli detallamamışam, prosta ümumi tonlanıb. Hələ üzdə detallanmayıb. Bu bir hissələrdə hələ detallanmayıb. Prosta hələ ki tonlamasıdır bu, ilk tonudur. Ya, sən işimi biraz göstərim abi. Sonra çıxaq. Bir damcı sən keç bu yana, mən solundan çəkim. Tamam, mən oturmu işləyim. Hə, otur işdə. Sən zarafatı niyə elə deyəmmisən? Hər qaysiyə girmişəm bana. İşığı salam ama da, yaxşı düşsün. Əlimə də krem vurmuşam, qəşəng paralıyır. Problem yoxdur, inşallah gələrsiz. Ben qeyd edeyim ki, uşaqlar, bu akademik üsul deyil. Yəni akademik usulda belə işlənmir iş. Dəymədin artıq. Hə, bu akademik usulda deyil ya. Bu realizmdir və burada necə deyim? Belə deyim, artıq vaxt itirməmək rəssam üçün. gözü ilə baxanda bu kopya gedir. Ümumiyyətlə kopya deyirlər rəssamlar.
Amma çətindir, təbii ki, asan deyil. Kopya edilməyinə baxmayaraq asan bir iş deyil. Və artıq vaxt itkisi olmasın deyə, hə. Bir də ki, mən bunu qurma ilə qura bilirəmsə, yəni artıq vaxtım o qədər deyil də, yəni yaşadığımız şərtlərlə filan. Normal olaraq, yəni bir də 1 saat niyə itirim mən bunun qurmasına, yəni 15 dəqiqə alınırsa. Təbii ki, printerdən çıxartmayın. Sözündən də qalmırsan. Təbii ki. Biraz palitram pis görünə bilər. Biraz. Burada görünə bilər. Bunu programı paylaşacağım şeydə. Heç şey eləməyəcəm. Silməyəcəm bu canlını. Hə, atarsan. Zaten işləyirsən. Biz yaxından götürməliyik. Bayağı qəşəng yaydın ha bu arada. Blending super. Gözün çox zor oldu. Əla. Kvadrat çox yaxşı. Hətta mənim fırçam açığı belə deyim, mənim rəsm işləmək fikrim yox idi. Bura gələndən sonra fikirləşdim ki, bir dənə rəsm işləyim. Fırçalar məsəl üçün uyğun deyil. Bu qalın fırçadır. Daha incə fırça olsa biraz daha detala girmək olar. Bir də kətan da balacadır, A4 ölçüdədir. Ona görə detalamaq biraz çətin olur. A4-dən ensizdir. Yox, eynidir. Eynidir. Hə. 14 olur A4-də. Bu biraz 13-dür, 13 yarıma yaxın belə bir şeydir. Yəni 1 sm-dən 1 yarım. Mən özüm də sifarişləri onsuz da kvadrat üsulu ilə işləyirəm mən özüm. İlqar da elə işləyir sifariş olanda. Vaxt getməsin deyə. Ən rahat üsul. Yəni sizin hansı daha rahatdır, onu eləyin. 100%. Siz əgər əsl rəngkar olacaqsınızsa, hə, o ayrı məsələ. Əsl rəngkar təbii ki, belə işləmir. Amma yəni dediyim kimi bu qlobal bir texnikadır yenə də. Mən ondan istifadə edirəm, hissə-hissə işləyirəm. Və boya da çox sərf eləmirəm. Yadından çıxmasa əgər çox məşhur rəssamlar var, həmin üsuldan istifadə ediblər özdə qədim dövrdə. Mən Rensans vaxtında falan. Mən paylaşacağam o işlərdən və o vaxtdan qalıbdı bu arada həmin üsul. Çünki necə deyim? Belə deyim də, o vaxtı elə bir setka qoyulurdu insanın qarşısına. Çəkəcəkləri naturanın və kətanın da üzərinə xəttlər çəkilirdi və oradan baxılıb çəkilirdi. Sadəcə olaraq biz indi canlı naturanı əyləşdirmə bilmirik. Vaxt yoxdur və s. və ilaxır da indi. Seçimimiz budur. Hətta öz metodikamız. Öz metodikamız, hə. Yəni o vaxtdan qalıbdı. Biz özümüzdən çıxartmamışıq bunu. Bu yeni yaranmayıb. Nədir yəni? Yəni bu şey eləməyə ehtiyac yoxdur ki, aynən kvadratla işləyirlər, kopyadır. Kopyadsa gəl, yəni bunun birini təkrarla bu işlərdən birini. Başqa heç nə demirəm. Mən 2 saata yaxındır işləyirəm də bu hissəni sırf. 2 saat, bayaq yarım saat dedim, yalançı oldu. 2 saat olar, hə. Qurma ilə bir yerdə falan. Hə, qurma ilə bir yerdə. Ümumilikdə 2 saat deyirəm də mən. Qısa müddətə bu nəticəni əldə etmək olur, amma məsəl üçün dediyim kimi də fırça biraz daha şey olsaydı, mal bir şey çək palitroba. Biraz daha çox detalllamaq olardı, dediyim kimi. Mükəmməl. Ha, bu məlumat, buyurun, buyurun. Bizdə məlumat boldur. Sizə yazın. Yazın. Çox alaydır, çox sağ olun, təşəkkürlər. İlqar hansı rənglər qatırsan, onlardan da de bir dənə. Deməli, 5 əsas rəngdən istifadə edirik. Detallı məlumat verməyəcəm, çünki videodan baxarsınız. Sabah paylaşacağam. Hə, rənglərin adlarını hamısında bir məlumat verəcəyəm. Bir də boya olaraq Ladaqadan istifadə edirəm, Rusiya brendidir. Demək olar ki, bütün rəssamlıq mağazalarında tapmaq mümkündür. Bəli. Masada yağdan da... Yağ nə dansınandır? Adi, yəni ümumiyyətlə fərqi yoxdur. Mən seçim eləmirəm, fərq eləmirəm. Əlimə gedirəm, hansı yağ düşür, onu götürürəm. Çünki belə deyək də, düzdür, bu yağ biraz rəngi açır, real yağ. Pigmentin biraz öldürür. Öldürür. Amma üstündən lak vuranda pigment qayıdır. Yəni lak vuranda... Yağ tövsiyəsi istəsəz sizə Winsor Newton'un yağlarını tövsiyə edirəm. Hə. Çox bomba markadır, boyaları da əladır. Amma əgər ki desəz ki, belə dəhşətli dərəcədə işin üstünə düşmürəm, prosta həvəskar olaraq və yaxud müəyyən bir səviyyəyə qədər işlər işləyəcəm, Ladoga'da, Masterclass boyalarda, elə bu yağda çox şifizi görəcək. Hə, bir yerdən sonra Winsor Newton'u alsaz lab əla, çünki tez qurudur. Neçə saatdır? 12 saatda, 24 saatda. Bu özü də tez quruyur. Yenə də onda da tez quruyur. Mən yağın, ümumiyyətlə boyanın sloyunu çox az, incə şəkildə vururam. Yəni özü də görə bilərsiniz ki, ümumiyyətlə qalın heç nə yoxdur burada. Yəni çox səthi işlədiyimə görə
boya tez quruyur. Həddindən artıq tez quruyur. Məsəl üçün 2 saat sonra artıq gəlib buna rahatlıqla əlbi belə sürtə bilərsən, yayılmayacaq. Amma yox, məyər qalın vuracam. Gələcəm 2 saat sonra. Yox, eləmədim. Misal üçün bir dənə də işləndiyim iş var, səhifəmdə var, o yarımçıq qalıb. Belə deyim, yağlı boya ilk başladığım işlərdən biri də o. 7 saata təkcə 2 göz hissəsini işləmişdim. 7 saat almışdı. Təbii ki, zamanla işlədikcə ələ daha yatır, sürət artır. Burada da yəni gördüyünüz kimi qısa oldu, biraz vaxt tez oldu. Alındı nəsə. Heç nə, bu işin gedişatında paylaşacaq uşaqlar. Mən bu bir işin gedişatında paylaşacağım. Zaten paylaşıram onsuz da. Ümumiyyətlə dərslər veriləcək də, ümumi olaraq dərslər veriləcək. Mütləq izləmədə qalın, paylaşın, hamı öyrənsin. 100% bir də təkrarlayıram. Bu kiçik bir xahişdir sadəcə. Dəstək olmaq üçün. Səhifədə olan izahlı şeylərdən deyirəm. Əl işimi paylaşmasaz olar, problem yoxdur. İzahlar var ya, hansı ki, nələrinsə qurmasını filan dərsləri izah eləmişəm. Bunları paylaşsa story bizdə çox gözəl olar. Hamınıza təşəkkürlər. Söndürmə, bir də hə, sən de. Bir də bu işin seçəndə dəhşət çox vaxt aldı. Mən işi seçəndə çox vaxt ayırıram işi seçməyə. Nə iş çəkəcəm? Mütləq siz də elədiyinə. Hə, mütləq. Yəni böyük bir iş işləyəcəksinizsə, onu belə çox paylaşacaqsınızsa, orada burada hype tutmursunuzsa, məşhur şəkli çəkərək özünüz üçün, yaradıcılıq üçün işləyirsinizsə, yəni lazımsa bir ay, lazımsa belə bir ay vaxt ayırın şəkli seçməyə. Məsələ budur. Bir də belə bir şey deyim. Ümumiyyətlə rəsmi öyrənmək üçün, rəssamlığı öyrənmək üçün şərt deyil ki, kursa gedəsiniz. Ola bilər ki, misal üçün imkan çatmaya bilər. 100%. Və biz də istəyirik ki, mən özüm evdə öyrənmişəm məsələn. Hə, yəni də mən də şəxsən mənə heç kim yağlı boyanı öyrətməyib ki, gəl bunu belə işlə, belə elə. Amma bir tık problemi olur, biraz vaxt çox alır. Təbii ki, bütün səhvləri özün edirsən. Amma səhvi özün edirsən deyə artıq o səhvləri özün də rahatlıqla düzəldə bilirsən gələcəkdə, yaxın gələcəkdə. Belə, yəni mütləq öyrənin, baxın, dəyərləndirin də, əlim özünü öldürür burada. Diyanamız burada, Avqustumuz burada. Mənim məşhur stəkanım orada. Bir dənə gözəl göz var burada, o da burada. Vəsə, karandaşları çəkək. Vəsə. Heç nə dostlar. Təşəkkür edirəm. İlqar sənə üçün həm gəncdir, həm çox istedadlı. Həm də istedadlı. Çox fəxr olun. Çox sağ olun Şəbnəm xanım, var olasınız. Neçə vaxtdır səhifəni follow-dan falan da çıxmamısınız. Bu da özü başqa bir şeydir. Dəyər. Aha, lap gözəl. Göndərərsiz, baxarıq. Yağlı ilə bir nəfər yazıb, mən də çəkmişəm o işi. Emindir bu işi? Aha. Yəni bu prop üçün işlənir də, əlimiz yatmasın. Aysima, Escobar buradadır. Sən Escobar buradadır. Mənim nə tələbəm var bu arada. Heykəlin adını neydi adı? Əsl adı yadılmasın. Diskaboldu. Escobar deyir, mən də eləmə tənbəlliyi, bura bir dənə Escobar yazmışam. Sən yazmışsan onu? Burada tələbə işidir. Burada Elbrus müəllimin işidir. Sonra burada köhnə kameram var. Diskabol, Escobar, qarışıqdır vəziyyət. Heç nə. Əlavə neysə sualınız olsa yaza bilərsiniz. Gecəniz xeyrə dostlar. Həlim.